Salam, hər vaxtınız xeyir. Yeni bir sual izahı ilə qarşınızdayıq. Gəlin baxaq bir yerdə. Oxudun sözünün quruluşca sadə olduğunu nəzərə alaraq doğru fikri müəyyən edin. Sadə olduğunu nəzərə alaraq doğru fikri müəyyən edək. Feilin xəbər şəklində işlənib. Bəli. Oxu sözün kökü dun şuuri keçmişdi. Nun da qrammatik ayrı-ayrı işlənib. Bəli, birinci fikrimiz doğrudur. Birinci olan fikrimiz doğrudur. Bəli. Gəlin bax, icbar növdədir. Xeyr, sadə söz icbar növdə ola bilməz. 2 yanlışdır. 2 çıxırıq. Vurğusu 3-cü hecadadır. Bəli, vurğusu 3-cü hecadadır. Oxudum. 1 ilə 3 doğrudur. Oxutmaq, oxuyucu, oxudulan sözləri ilə eyni köklüdür. Xeyr, sadə sözdürsə eyni köklü ola bilməz. 4 olan fikirdə çıxırıq. Feil əmr şəklində işlənib. Xeyr, xəbər şəklində olubsa əmr şəklində işlənə bilməz. Cavabımız B variantıdır. 1-3 doğru variantdır.